Hər dəfə gəlirəm, yenə səni burada görürəm, özümü günahlanırım. Amma özün də bilirsən ki, mənim günahım olmadı. Bu da bir talihim. Biz bunu yaşayırıq. Amma mən heç vaxt səni unutmurum. Həmişə ürəyimdə sən, qurban ol, Ayşə. Bugün 30 may ürəklərdə, yaddaşlarda dərin iz buraxmış. Gürcüstanımızın, Borçalımızın nakam şairi, qısa, lakin oxşar mənalı ömrü ilə Mikayıl Müşfiq sandığımız unudulmaz İsa Sadiqin doğum günüdür. Məhz bu gündən əlaqədar Borçalıны Gəzirik proqramının xüsusi buraxılışını ona həsr etmişik. Xalqın çox sadiq. Hər də gəlir, gül gətirir, ağlayır, orada başını söndürür, gedir. Ayşə məni belə qoydu. Bax, sonun üzündə biraz şey oldu. O gənə sadiqdir bu saat. Bu saatın üzündə neçə ildir o? Hər birinizi salamlayıram əziz izləyicilərimiz. Bugün 30 may ürəklərdə, yaddaşlarda dərin iz buraxmış. Gürcüstanımızın, Borçalımızın nakam şairi, qısa, lakin oxşar mənalı ömrü ilə Mikayıl Müşfiq sandığımız unudulmaz İsa Sadiqin doğum günüdür. Məhz bu gündən əlaqədar Borçalıны Gəzirik proqramının xüsusi buraxılışını ona həsr etmişik. Siz bu proqramda özünüz də müşahidə edəcəksiniz ki, İsa Sadiqin əsas yaradıcılığının ilham mənbəyi məhz sevgi, məhəbbətdir. Onun qısa ömrünə baxmayaraq, o bir çox lirik şeirlərin və poemaların müəllifidir. Ümid edirəm ki, həqiqətən bu veriliş sizlər üçün çox maraqlı olar və Borçalımızın ədəbi irsi olan İsa Sadiq yaradıcılığını daha yaxından kəşf edəcəksiniz. Xatun xanım, ilk öncə çox sağ olun həqiqətən razılaşdığınız üçün, bu müsahibə üçün. Bilirəm ki, sizin üçün nə qədər bu hissləri yenidən keçirmək sizin üçün nə qədər ağrılıdır. İlk sualım o olardı ki, ilk dəfə İsa Sadiqlə necə qarşılaşdınız? Dostluq münasibətiniz necə yarandı? Vallahi mən ona deməzdim dostluq münasibəti. Biz heç görüşməmişik də çox. Çünki mən elə ailədə böyümüşəm ki, bizdə çox ciddi baxırdılar da qızdan olan münasibətinə. Amma görüşümüz belə olubdu. Mən oxuyurdum Daimgildə, Rustavi şəhərində, Rus məktəbində. Oradan deməli ki, 10 illik kağızımı alanda gəldim, Kösalda düşdüm, Kösalda. Bu da deməli ki, Tiflisdən gəlirdi. Dərsiz gilas al verin. Vallahi biraz ya, onun dostu var idi, onunla bir yerdə. Orada biz otluq maşın gözlədik ayrılıqda. Elə orada heç danışıq eləmədik sözünüz. Bir dənə gürcü maşını götürdü bizi. Mən öz evimizin yanında düşdüm. Bu isə getdi öz evlərinə, yəni Muğanıya. Necvədində Muğandan gəldi. Amma sonra başlayıb maraqlamağa, soruşmağa da mənim haqqımda bizə məktub gəldi. Anam hirsləndi. Dedi, bu nə oldu? Hələ məktəbi qurtarmamışsan, indi məktub işlədirsən. Anam da biraz çox ciddi arvadı idi. Məni başladı danılmağa, halbuki ki, mənim heç xəbərim də yoxdur. Məktub hardandı. Sonra elə oldu ki, mən getdim, instituta qəbul oldum. Bu da oxuyurdum. Universitetdə, jurnalistika fakültəsində. 3-cü kursda idi. Sonra bu, mənə dayım orada olurdu, Rusda Sumqayıta bağışlayın. Sumqayıta mən onun evinə getdim, o apardı da instituta məni tanış elədi. Bakıda birinci dəfə idim. Deməli ki, mən instituta qəbul olandan sonra məni qoydu Xeyransa xala var idi, Qaravallı. Onun evinə qoydu, kvartirant kimi, kirayəçin kimi. Yaxşı da tapşırmış da gözüm olsun.
Güya ki mən belə gözəl idim. Qara qız idim, vallahi bilmirəm. Yaxşı. Siz də həqiqətən çox Yox, gözəlsiniz. çox sağ olun. Ona görə demirəm. Yəni demək istəyirəm ki, elə də bir gözəlliyim yox idi. Daim də tapşırdı. Yəni bu şeydən oldu. Bu deməli mənə kontrol eləyirdi Xeyransa xala. Bu da mənim də arxamdan düşüb. Mən də gündüzdən keçdim axşama, gecəyə. İşə də düzəldim çünki demirəm çox kasıb ailə idi. Çatdıra bilmirdik də. Ona görə. Bu da deməli gecələr məni institutdan gətirirdi Xeyransa xala kimi. Arxamdan gəlirdi. Mən deyirdim, yaxınlaşma sən, tanımaq istəmirəm mən. Burada Xeyransa xala xəbər verəcək daima. Daim də biraz kişi idi, nəysə. Kişi, köhnə də xəsiyyətli kişilərdən idi. Gördüm ki, orada məli başda universitet zadı Atovda oxumur, mənə də dedi, öz qohumlarından da, hansı ki, buna dəhsə nişanlandırmışlar. Vallahi yadından çıxdı, o da Muğandan idi. Dedi ki, uşaq dedi, məli başına hava gəlibdi, nə bilim, nə sana görə. Dedim, yaxşı, göndər də elçilərini. Mən dedim ki, gedib ailəmdə hazırlayacağım. Gəldim, evdə anam da yazıq samavar zad qaynatdı. Babamı çağırdı. Babam adı sanlı kişidir, Emin kişi, Səfər Emin. Hamı da bilir. Elə bütün kəndlər bilir ki, mənim babam nətər kişidir. Amma elçilər gəlmədi. Gəlmədi, ona görə babam da bir dənə atı vardı, qırat deyir demiş. Onu arpa ilə elə o atı heç kim yaxın gedə bilmirdi. Babam getdi bunların qapısına. Gedib orada çıxıb da utandığından deyir ki, bəs sənsən, mənim də nəvəmin dalından gecə gündüz gələn nəvin ağıran. Elçiləri niyə gəlmir? İndi mən başa düşürüm, bəlkə də utandığından, bəlkə də abırı həyalı adam idi. Bəlkə də biraz Yusuf müəllimlə çəkinirdi. Onların böyüyü də Yusuf müəllim. İndi bilmirəm, onu Allah bilər. Mən indi günah işlətmək istəmirəm. Sonra babam dedi ki, bir də sən ona yaxın getsən daha məndən küsmür. Babam da adı sanlı kişidir. Özü də belə Köroğlu kimi onun adını Köroğlu qoymuşlar. Sonra mənə də gəl dedi ki, dedi, sən dedi, çəli ilə bağlıdırarın qolarım. Bir də onun adını çəksən. Hə də, bax belə, mənim təliyim belə oldu. Sonra da ki, valla, mən bax, həmişə deyirlər ki, çox da havalandı, başı zadı da, şeirlər yazdı, nə bilim, o kənddə, bu kənddə, şeirlərində. Valla, mənə çox şeirlərini mən onu əzbər bilirdim. Mən də o qədər həyəcanlanmışım. Ən çox sevdiyim şeirlərdən biri Ürəyim. Ondan başqa da, indi çox şeirlər də mənim adımı çəkibdi, valla. Mənə də hərdən bir deyirlər ki, məni günahlandırırlar, amma ki, çox adam bilmirəm, qızım, qurban olun. Məsələ nətər olubdur, məndə olmuş günah. Mən də verirlər, deyir ki, sən Vara Dövlətə də Süleyman adını da çəkir bir şeirdə. Onun şeirlərini oxuyanlar bilir. Amma işləyən də günah olmuyor da. Yenə deyirəm, 4 il. Ən axırıncı ili, onu da deyim, mən onu çağırdım. Biz hər il dağa çıxırdıq, baş keçdi. Mən onu çağırdım, dedim ki, gəl götür qaç, eşidirsiniz. Amma o qədər qeyrətli, namuslu oğlan idi. O dedi ki, biz bir illiyik. Mən heç vaxt elə şey elə bilmərəm. Götür, qaytar. İndi mən ona baş sala bilmədim. Ay isə, bu 4 ildə bizə molla o qədər qoyun gətirib, onu çamadanlar gətirib, pul xaricləyib. Birisi də mollalarda da xəsiyyət nətərdir. O qəpiyinə kimi hesablayacaq. Mən onu qaytara bilmərəm. Bax, belə oldu. Allah qızım gülür, qurban olun indi. İnansan da, inanmasan da sənin özü işin. Bax, belə olubdu. Mənim günahım oldu. Bu da dedi, yox. Tezdən toyumuz oldu. Toyumuz oldu sonra. Eşitdim ki, özümə qəst edeyim. Amma bir şey də demək istəyirəm, mənim indi bir balcı da olsam, yəni özümə təsəlli verim. O mənə telegramla göndərirdi bütün şeirlərini. Bir yekə sumka telegram var idi, bu 4 ildir. Onların hamısını da mən gecələr elə bilin ki, duymuşdum da. Onların hamısını dəftərə keçirirdim. Onları da Fazil müəllimə göndərdim. O da mənə 25 dənə qalans gül gətdi də almış. Yəni o kitabı, dəftərlərin əsasında kitabı çap olunur. İndi onlar yəni gecələr keçirirdim. Sonra
Süleyman onların hamısını yandırır telegramın. Aydın da kişiden de deyir, niye saxlayırsan bu telegramları? Amma dəftərləri gizlətmişdi. Sonra mən göndərdim Fazil müəllimə. O da getdi valla. Mənə dedi ki, çox sağ olun. Sən yazdığın səbəbinə biz kitablar yandırmışlar da, o arxivi bütün yandırmışdı. Bugün bilirsiniz ki, 30 may İsa Sadiqin doğum günüdür. Əgər o həyatda olsaydı ona nə demək istəyərdiniz? Mən yəqin deyərdim ki, birinci həyat bu Allahın verdiyi həyatdır. Onun yəni demək istəyirəm, mən istəməzdim ki, o özünə qəsd eləsə, mən birincisi bu günahdır. Hamı da bilir də, bizim hər halda müsəlmanıq da. Mən deyərdim ki, heç bir qadın, qız bunun qurbanına dəyər verməz. Yəni demək istəyirəm ki, layiq deyil. Yəni o qəsd, o Allahın işidir də. O gərək elə şey eləməyidi. Heç vaxt mən özüm vardım. Şimdi mən də layiq deyildim. Heç məndən də gözəl, məndən də qüdrətli, məndən də kamil qadın olsa nə qədər o heç kimə görə o gərək özünə qəsd eləməyib. Çünki o istedad idi. Onun gələcəyi var idi. Gözəl, bəlkə də vallahi Səməddən də bir şair olacaq. Mən onu oxuyanların hamısı valih olur. Onun yəni ki, şeirinin qüdrətli, o gözəlliyinə, olan mənasını. Mən heç vaxt mən özümü elə bir böyük günah iş görmüşəm, bir böyük bir şəxsiyyəti qəsdən öldürmüşəm. Bax, özümü elə sevirəm. Bağışlayın. Bəs İsa Sadiqin ölüm xəbərini eşidəndə necə bir hisslər keçirdiniz? Mən gəldim qəbrin üstə, elə ondan da ayrıldıq da yol. Mənim yoldaşım getməyir. Məni qəbrini. Amma onun elə şeiri var ki, orada yazır. Bircə gül də olsa qəbrimiz. Yad et, məni yad et. Mən hər dəfə gələndə kəndə qəbriniz çıxıram, gül çiçək. Mən borcumdur, böyük şey eləmirəm mən. Bu elə də bir böyük işdir, yəni demək istəyirəm. Baxmayaraq ki, söz-söhbət olur da birisi də kənddə evidir. Yoldaşım da elə ona görə ayrıldıq. Nəyim yoxdur, bağışlayın. Yenə də deyirəm, sevgi, məhəbbət, yəni çox güclü bir hissiyyətdir. Yəni, hər adama qismət olmur. Mənə bir qismət olmuşdu. Mən demirəm ki, mən onu qiymətləndirmədim. Prosta talihimiz belə gəldi. Yəqin talih olan bir şey də var da, o da insanın asıl olmayaraq öz əmrini verir. Amma ki, mən deyərəm ki, qədrini bilin, şəxsiyyətlərində. Yəni demək istəyirəm, mən valla ona bir şəxsiyyət kimi qiymət veririm. Böyük şəxsiyyət kimi, o qədər təmiz, pak, o qədər əsas, o qədər də valla belə, necə deyim, ürəkli insan idi. Özünə qiymət vermədi. Elə onun valla dövründə olan insanlardır. Yəni demək istəyirəm ki, başqa cürə də hər şey ola bilərdi. Neysə, yəni qiymət verin öz yaxınlarınızı, öz istədiyinizi, sevdiyinizi. Sonra peşmançılıq çəkməyin məni ki. Əziz Qafqaz Türk izləyiciləri, hal-hazırda qarşınızda İsa Sadiqin böyük qardaşı Bahaddin bəy durur və biz deyirik ki, Bahaddin bəydən İsa Sadiqlə əlaqədar öz xatirələrini bölüşməsini istəyərdik. Çox sağ olun, çox sağ olun. Mənim gözüm üstə. İsa Sadiq, onun adı İsədir. Bəli. Bu eşqinə
Sadiq olduğuna göre Sadiq təxəllüs götürür. İşte Sadiq gedir orada. Atam 65 yaşında uşağı olmuşdu. 65 yaşdan sonra nə bilim olubdu, mən olmuşam əvvəlcə. Mən olmuşam, məndən sonra da olmayıbdı, hələ sonra olubdu. Mən bundan qabaq 43-cü ildə olmuşam, bu 46-cı ildə, 3 il məndən sonra olubdu. O anadan olanda atamın kiçik qardaşı isə adı qoyulan isə atama deyir ki, olarsa onun birini bana ver. Ki, sana ki, onun da uşağı olmuşdu, olmamış onun da uşağı olmuş. O deyir ki, onun da adı isə demiş ki, bunu iki oğlan uşağı da bana pay ver. Hərdən bunu verir, bunun yoldaşına pay verir, o da onu qaldırıb verir ona 46-cı ildə. 46-cı ildə də həmən kişi, sonra 46-cı ildə bunu alandan sonra, bu uşağı götürəndən sonra rəhmətə gedirdi. Arvad qalır tək, cığı adında qadın idi, gözəl insan idi, o da ki, öz balası kimi saxladı onu. Ta yekələndi, ondan sonra orta məktəbi qutardı, əla qutardı, qızıl medalını qutardı özü. Həm ədəbiyyatdan, həm riyaziyyatdan, həm şahmatdan, nələr bilmir, hər şeydən baş çıxırdı adam. Çox şeyləri mənə öyrədirdi o. Deyirdim, bəzən sual verirdim. Sonra nəsə bunu belə talihi belə gətirdi ki, bir qıza eşq elədi. Xatın adında, onun şeyi də o xatın. 2 yaşında artıq o xatını sevmişdi. Bəli, onda hələ orta məktəbi qutarmamışdı. Onda işləmişdi. Qız da qarayağız qız idi, bana göstərmişdi ama. Bana göstərdi ki, bu qızı görürsən. Mən deyim, görürüm, nə olur? Üstadədən gəlirik bazardan. Onda bu durada haradasa gəlir, görürüm qarayağız qızı. O şimdi nəsə bundan bunların eşqləri başlayır, ondan sonra başlayır bunların eşq mənzərəsi başlayır. Şeirlər, meylər, hamısı ondan əmələ gəlir. Mən isə sadiqəm, eşqimdə düzəm. Harda yol yerirsən, səhrayam düzəm. Gərək bu şeirimi çeyrəngəzəm, ölsəm, gəlib ağlamasa, eləmi? Eləmi şeirində, bax bu başı ördəyir. Bəs onun insanı, onun daxili dünyası necə idi? Məsələn, artıq bir neçə müsahibədə eşitdim ki, o çox sakit bir insan olub, amma bütün duyğularını, bütün hisslərini öz qəlbində hiss edirmiş. Çox kirmiş adam olub, amma çox da fikirli adam olub, ağır adam olubdu. Onu mən çox vaxtlar buna bəzi şeylər deyə bilmirdim, qorxurdum. Qorxurdum deyəndə o mənimdə ki, yəni xəstənə dəyərdi, mən dəymirdim onu xəstənə. Desəydi qasıq qaradır, mən gələ dəyəcəyim qara qasıq. Çünki onun daxili dünyasında sığışmırdı bu adam. O şeyim deyir, məndə sığar iki cahan, mən bu. O cahana da sığmırdı heç. Hey danışırdı ki, bilmirəm, hansı şair 35 yaşında ölübdü. Elə bu da elə 30 yaşında öldü. Özünü vuranda bunun 30 yaşı oldu. Bax, belə daxili çox qərib adam idi o. Ondan başa açmaq olmaz, onun daxilində nə var. Bax, belə işlər var. Sonra da onun biraz əngəli oldu, o qızı qoymadılar almağa. Yəni ki, onda elə həmən bunların biraz da müşat eləyən oldu. Müşat dədirsində biz də maniyə eləyən oldu. Qoymadılar onu almağa. Ondan sonra onun başladı talih. Sonra nəsə bunu mən bir vaxt şeylədi. Olduğu yerdən yoxa çıxdı bu adam. Yoxa çıxdım, hər yerdən axtardım, tapamadım. Bir də mənə bir telegram, o vaxt telegram kağızı gəldi. Telegramdan gəldi ki, mən falanda Balinsadayam, Tiflisdə. Orada gəl, mən getdim, taxdım onu orada. Orada taxdım, o üçün gördüm, oradan Valenciya giribdi. Elə özü demədim ona. Amma öz məktubunda yazmış ki, məni axtarma, məni heç kim öldürməyib, mən özümü öldürəcəm. Hələ mənə şey eləmişdi, əvvəlcədən bildirmiş ki, mən özümü öldürməm. Mən də çağırdım, deyim, valla nə öldürürsən, öldürmək nədir? Fikrindən çıxart, belə şeylər belə. O üçün mənsə bildiyini elədi o. Sonra da 1976-cı ildə aprel ayının 11-də şey günü idi, seçkilər günü idi burada. Xeyli adamdan var idi. Bunlarla 3-4 nəfər yoldaşla seçkidə mən də iştirak eləyirdim. Oradan gəldik buraya, sabah çay içməyə buraya. Gəldik buraya çay içdik, bir də bir qadın, yaşlı adam yüyürə gəldi. Söyüşümüş ki, isə gəldi. İsə gəldiyinlə biz yüyürdüyümüz biri oldu. Elə ki, bu idarə yoxsun bəlkə, o idarənin yanına çıxsanda tüfəng səsi eşitdik. Orada isə gəldi deyəndə nəyə nəzər etdin? Sən avtobusdan düşüb, orada da baldonun kəməri yerə düşüb, orada deyib, ərəbatlar deyir ki, qadın almaq isə deyir, kəməri yerlə gedir. Elə fikirliymiş ki, bu heç adam elə ölmür, dən gözünün ağalarını alıyor. Sən deməyəm, orada sklatda deyilən, sklat istəyirdi. Qadron götürüb saxlayırdı özü üçün. Ondan sonra tüfəng isə orada sklatda var idi, orada bizim özümüzün heç şeyimiz yox idi. Hətta onun
şeirlərində yaradıcılığında da təsadüf çox müşahidə olunur. Belə ki, onun yaşamaq gözəldir şeiri var idi və yaşamaq gözəldir. Bilirsən, bu vaxt Sovetin vaxtı idi. Orada da onun şeirləri gedirdi. Sovet Gürcistanı qardaşlar. Orada deyə baxırdılar, yazırdılar, yollayırdılar ki, şeirin xoşumuza gəldi. Amma yerimiz yoxdur, çap eləməyək. Bu, ondan narazı idi o. O da bir şeirə deyir, axı bu gözəldirsə, şiir yazan kimi necə əl çəkir. Bu da deyir, mən də şeirdən, sənətdən əl çəkə bilmirdi bu. Bunu 76-cı ildən başladı. Harbə deyirəm, əskərlikdə oldu, Krasnoyarskıda. Oradan şeirləri var, oxuyacaqsın da, kitabda var burada. Amma bunun yarımçıq şeirləri çoxdur. O vaxt rəhmətli Zəlimxan Yaqub da demişdi, Fazil Lacıma oldu, o aparış göstərdi, demiş ki, bu nəsə şeirlər elə bilistif. Onu cırdılar, yandırdılar. Mən sonra soruşdum, bizim orada Qocar Vadın qohumlarından, orada öy eşiği yığışdıranda götürüb bir yekə şeyin kaladın arasına doldururlar yazılar. Onun kadar yazısı var idi. Ama bunun yarısı yoktur. Hamısını yandırdılar diyor orada. Bak onu yandırdılar, o yoxa çıxartdılar. Onu da bile yandırmıyorlar. Prosto öy təmizləyirlər. Səliqə Səhman özünün rəfi var idi, kitabları var idi. Nə qədər kitabları var idi onun. Bütün şeirlər, şairlər, hamısı yazılır. Hamısını elə bilirdin ki, bu adam hamısını bunlar yazır. Yalnız o şairdən yalnız o bir kitab mı qaldı? O şeirlərlə. O şeirlər də bilirsiniz məsələn, o şeirlər də tapılıb yox idi. Onunla mən həmən istədiyi qız Bakıda yaşayırdı. Sonra mənim Fazil müəllim onu çatdırmaq istəyəndə dedim, mən bunu yazdılar. Onu da şeyin atası, Hüseynin atası, Yusuf müəllim. Məsələn, direktor idi. O yazıları yığışdırdı, mənə yığdıqdan var yığışdırdıq. Sonra bunu elədi, çapa verdik. Burada o vaxt maşın qazası vardı, əl çapışları. Bunu yığdı, yığandan sonra o qız mənə bir kərə məktub yolladı. Xahiş edirəm, dedi, siz Sadiqin şeirlərini mənə yolla, mən çap elədəcəm. O vaxt Vilayət Rüstəmzadə var idi, o şair idi orada. Sonra dedi, ona çıxartdırdı, sonra o da var eşik gördü. Yaxşı, çıxartdıranmadı o. O saxladı orada, onu çıxartdıracaqdı mən bunun şeylərində. Sonra mən, Fazil dedi, bunu haradan tapaq dedim, Xasandan taparam dedi. Götdüm, telefon nömrəsini aldı, Xasana zəng elədim. Ay Xasana, mənim bir günüdür, falan. Dururum səndə yazmalar, dedi ki, məndə var, saxlamışam deyib. Çünki o vaxt da seleksiyaz yox idi elə yazıb. Amma bunu seyirləşdirmişdi, qız həmin Xasan çıxartdırmışdı, bir-birini saxlamışdı. Sonra onu yolladı oradan buraya. Bana yolladı, ben de Fazil'e verdim. Fazil de pul yolladı ki, Allah bunu da dedi, seyreksizler, pul verici var, çıkartma. O da götürmez dedi, ben size sağ. Ama o çok sadık oldu işe. Xatın xanım. Xatın çok sadık. Her de gelir, gül getirir, ağlayır, orada başını söndürür, gelir. Ayşe beni belə qoydum, bak, sonun yüzünde biraz şey oldu. Bak, o gene sadıktı bu saat, bak. Bu saatın yüzünde şey eldi o. 76'dan buraya bir 19 ildi. Hemen gene de bu başında yaşayır. Gene gelende müslak gel oraya değmeyeli. O bulmadı. Bir koca, bir koca alıptı yaşlar. Bak diye bile geldi orada gül koydu. Gezin bakan diyor, gül orada vardı orada. Əzəmət Həkim, yəqin ki bilirik, bugün İsa Sadiqin doğum günüdür və məhz Borçalılı Gəzirik proqramı çərçivəsində bu xüsusi reportajı ona həsr etmişik və biz də onu bilirik ki, sizin atanız Yusif Yusuflinin əmsi oğlu olub İsa Sadiq və bizim üçün maraqlıdır. Sizin onunla əlaqədar xatirələriniz necə olub, onun insanlığı, onun məsələn şairliyi, yaradıcılığı haqqında bizə məlumat verə bilərsinizmi? Bəli, bugün İsa Sadiqin doğum günüdür. May ayının 30'unda İsa Sadiq anadan olub. 1946-cı ildə Böyük Moğollu kəndində. İsa Sadiq Yusifov, Sadiq onun təxəllüsüdür. İsa Sadiq Yusifov, Yusif Yusiflinin mənim atamın doğma əmsi oğludur. İsa Sadiq həm olduqca şair ruhlu, şair qəlbli bir insan idi. Çox həssas, çox emosional bir əsl şairlərə məxsus olan gözəl cəhətlər onda var idi, həm istedad. Bununla bərabər o çox xarizmatik bir insan idi.
universal biliklərə malik idi. O insan orta məktəbi medalla bitirmişdi. Riyaziyyatı, fizikanı çox mükəmməl bilirdi. Həm poeziyanı, həm riyaziyyatı bu dərəcədə yüksək səviyyədə bilmək demək olar ki, belə insanlar bəlkə də barmaqla saymaq olar. İsa Sadiq çox gözəl şeirlər yazdı. O zaman bir çox qəzetlərdə çap olundu. Onda şeirləri qəzetlərdə çap eləmək çox çətin məsələ idi. Onun çox məşhur şeirlərindən biri Borçalıda Gəz şeiridir. Şeir çox məşhurlaşdı. Sonra həmin şeiri aşıqlar, toylarda, erşəliklərində o şeiri oxuyurdular. Ona mahnı da yazmışdılar. O şeiri biz də əzbərləyirdik. O şeir mənim özüm də çox məclislərdə demişəm. Bugünkü gündə yeri gələndə həmişə o şeir yadıma düşür. Borçalı haqqında nə qədər şeirlər yazılsa da ondan yüksəyi yazılmayıb. Şeir belə başlayır. Məclislərin bəzəyini dadını, ağız ləzzətini Borçalıda gəz. Qonağa qaraya elin obanın əzəl hörmətini Borçalıda gəz. Əgər sənətkara varsa marağın, keç sınıq körpünü qonşu qazağı, aşıq kamandarın, aşıq əmrahın şirin söhbətini Borçalıda gəz. Sənət dəryasında dayanan mətin, 100 ildə, 1000 ildə yaranır çətin. Hüseyin Saraçılının, Xındı Məmmədin odlu sənətini Borçalıda gəz. Borçalıdan dedim fikrim dolaşdı. Bir gözüm sevinçdi, bir gözüm yaşdı. Sadiqin sözləri saza yaraşdı. Sazın qiymətini Borçalıda gəz. Mən uzun illər bu şeirə istəyirdim ki, nəzirə yazım. İndi mən şair deyiləm, ancaq birdən elə olur, bəzən elə yazırıq. Uzun müddət mən yaza bilmədim, ancaq bir vaxtı elə oldu ki, mən onu yazdım. O da belə başlayır ki, atalar sözü var, bilirsiniz yəqin, hər kəsin dəyərini sağkən verin. Müdrik el ağsaqqalı, Dədə Yusifin şanı şöhrətini Borçalıda gəz. Mən çalışdım ki, oradakı o qafiyəni, o ritmi saxlayayım, o səkizliyi. Hər aşıqda bir deyil, hər səs, hər avaz. Hər oxuyanda başqa bir ləms var, başqa bir boğaz. Balabansız çalınır Borçalıda saz. Sazın dəyərini Borçalıda gəz. Sev millətini, yaxşı ad qazan. Burada dastan deyib nə qədər ozan. Abbas Kirəslidir ilk roman yazan. Şairi, nasiri Borçalıda gəz. İsa Sadiq, bir daha təkrar edirəm, heç kəsə bənzəməyən, olduqca ciddi, az danışan, həm də bununla bərabər çox həssas, çox emosional, çox istedadlı bir insan idi. Hayır ki, çox vaxtsız aramızdan getdi. Ruhu şad olsun. Siz də sağ olun ki, bu günləri gəldiniz. Biz də onun haqqında qısa da olsa məlumat verdik. Bir məlumat da onu deyim ki, mən orta məktəbdə oxuyurdum. Biz yaylaqda, Yarğançay tərəfdə yaylaqda idik. Orada mənim atam İsa Sadiqə dedi ki, İsa dedi, sən həkimə, mən həkim deyildim, əzəmətə dedi, bir şahmat oynamaq öyrət. O şahmatda mənə o öyrətdi. Yəni onun çox universal biliklərə malik idi. İndiki ölçülərlə desək, o zaman belə çox hər şeydə məlumat olan insanlara deyirlər ki, canlı ensiklopediya. İndi məsələn demək olardı onun haqqında canlı internet. O qədər elə bir gözəl xəddi var idi, həm rəssam idi, nə cür şəkillər çəkirdi, həm rəssam, həm şair. Nətər deyim, belə insan bəlkə də milyonda bir olar. Növbəti sualım bununla əlaqədardır. Onunla əlaqədar əminəm ki, çoxlu xatirələriniz var. Ancaq ən yadda qalan xatirələriniz hansı ki, bu gün də o anları xatırlayanda sizə duyğulanırsınız. Yəni həmişə o xatirə sizin yadınızda qalıb İsa Sadiqlə əlaqədar. Nə bir xatirəniz? İsa Sadiqlə əlaqədar o xatirələr var ki, biz o yaylaqda olanda 1966-cı il idi. Futbol üzrə dünya çempionatı keçirilirdi. Televizorda orada yox idi. O bizim web radyo var idi. Orada qulaq asırdıq. Aparıcı, şərhçi rus dilində danışırdı. Biz də bilmirdik. Ondan soruşurduq. O bizə deyirdik, nə deyir? O da bir cümlə ilə deyirdi ki, bu şərhçi hey yaşını tərifləyir. Bu xatirə heç mənim yadımdan çıxmır. Yəni bizim başına eləməkdən ötürü o qulaq asır, istəyirdi gözü qulaq asır. Deyirdi, biz də uşaq idik. Elə bilirdi ki, elə də var. Deyirdi ki, şərhçi hey yaşını tərifləyir. Bu söz mənim yadımdan heç çıxmır. Çox xatirələr var.
Sənin torpağına, daşına qurban, sonsuz həsrətimin özü muğanlı. Mən sənə yetməyə can atan zaman yad edən vardırmı bizi muğanlı? Mən ilhamı təbi səndən almışam, sinəndə boy atıb yaşad olmuşam. Ay şair könlümün sözü muğanlı. Məclislər ziyası, toylar işığı, o böyük sənətkar el yaraşığı, məkanın muğanlı deyən aşığın yadında qalıbmı izi muğanlı? Donu açılaraq şırıldayan su yeni bir həyatın nişanəsidir. Baharda səslənən göy gürültüsü öz qış rəqibinə qəhqəhəsidir. Bir vaxt əl dəyməmiş ağaclar özü bahar həsrəti ilə saçını yolur. İndi ağaclar da baharın gözü, təzə sular üçün dumurcuq olur. Bahara ilhamlı bir şair desək, Bənövşə şeirimin qafiyəsidir. Ona istedadlı bir rəssam desək, fırçası gözəllik nümunəsidir. Onları yad etdim, fikrim dolaşdı. Bir gözüm sevincli, bir gözüm yaşlı. İsa'nın şeiri də saza yaraşdı. Sözün zinətini Borçalıda gəz. Sənət dəryasında dayanan mətin, 100 ildə, 1000 ildə yaranır çətin. Vaxtsız köç eyləmiş Hındı Məmmədin, lətif həsrətini Borçalıda gəz. Axşamdır dərədən sürünür bulud, susan göy meşələr şiş qayalardır. Gör nələr danışır o qərib sükut, bəli, sükut da öz dili vardır. Əsən mehnə deyir, bəlkə deyir ki, sərin yaylaqların nəfəsiyəm mən. Büllü şehnə deyir, bəlkə deyir ki, parlaq ulduzların dənəsiyəm mən. Çayları göy dəniz qoy qucaqlasın, bu dünya qaldıqca qalasıdır o. Kükrəsin, şəlalə coşsun çağlasın, dağların, ərköyün balasıdır o. Yaşasın çəməndə, göy otlar üstə, atılacaq dövrəyə laləzər səni. Dönməzsən, baxarsan qulağı səsdə, təbiət gözəlliyi lal edər səni. O bulaq üstə gələn qıza bax, sanki ağaclar da ona əl edir. Nə qədər gözəldir bu meşə budaq, insansız təbiət yetim kimidir. Mən ilhamı təbii səndən almışam, sinəndə boy atıb yaşad olmuşam. Sənin camalına heyran olmuşam, ay şeir, könlümün sözü muğanlı. Sənin torpağına, daşına qurban, sonsuz həsrətimin özü muğanlı. Mən sənə yetməyə can atan zaman yad edən vardırmı bizim muğanlı? Mən isə sadiqəm, eşqimdə düzəm. Harda yol yerisən, səhrayam düzəm. Gəlsən bu şeirimi telinə düzəm. Ölsəm gəlib ağlamazsan eləmi? İsa Sadiq o qədər gözəl insan idi, yaddan çıxmaz, könüllərə nəqş olunmuş bir şəxsiyyət idi. Cavan olsa da ağsaqqal idi. Mən onu 68-ci ildə orta məktəbdə oxuyarkən gördüm. Çox heyif ki, çox görüşə bilmədik, 2 yol gördüm. Ancaq o mənim yaddaşımdan heç vaxt silinmədi. Mən orta məktəbdə oxusam da nədənsə şeirlərimi qəmli yazıyordum. O məndən soruşdu ki, sən axı ömrünün ən gözəl vaxtında niyə qəmlə yazırsan? Şeirlər niyə qəmlidir? Mən duruxdum ona cavab verə bilməyəndə o dedi ki, Uta xanım, siz bilirsinizmi, eşq Allahın, sevgi sənin mənimdir. Eşqi Allah ən sevdiyi bəndələrinə bəxş edir. Allahın payıdır. Eşq odur ki, əlin çatmır, ünün yetmir. Necə kərəm 100 ildir, yanır, alovu sönmür. Eşq dedi elə bir şeydir. İsa Sadiqin mövzuları, müzakirələri məndən aldı və biz o gündən dost olduq. İsa Sadiqlə dəyişməmiz yarandı. Bir çox dəyişmələrimiz var, onun birini demək istəyirəm. Başına mən dönüm, ay İsa Sadiq. Arazım gözəldir, kürüm gözəldir. Bir yanım Borçalı, bir yanım Göyçə. Anam Azərbaycan, elim gözəldir.